Salam, xoş gördük hamınızı. Necəsiz? Sən necəsən? Mən də yaxşıyam, sən necəsən? Şükür, yaxşıyam. Nədən danışmaq istəyirsən? Nə istərsən ondan Bu danışarıq. dəfə ikimizin də ortaq sevdiyi mövzu. Bəli, gəzmək. Səyahət. Səyahət mövzusu. Bəli. İlk dəfə nə vaxt səyahətə çıxmısan? Samolyota ilk dəfə nə vaxt minmisən? Nigar, onu unutmuşam mən. Gör neçə ildir mən gəzirəm. Paşdişdu 40 ilə yaxındır gəzirəm mən. İlk dəfə belə samolyota minəndə həyecanlanmaq, fərqli. Heç mən heç nədən qorxmuram axı Nigar. Qorxmaq yox, belə maraqlı. O günü unutmuşam da, yəni onu unutmuşam. Sən mənə deyərsən, sən yadında qala bilər, amma mənkində qalmır. İlk dəfə nə ilə getmişəm deyəsən samolyota. Moskvaya uçmuşam. İlk dəfə Moskvaya uçmuşam. Heç həyecanım olmadı. Çox xoşuma gəldi. Yuxarıdan buludlara da baxmaq. Həyecan tək qorxu kimi yox, belə maraqlı gəlməyə də həyecan deyirlər. Azərbaycanca söz azdı deyə. Elə sən düz deyirsən, o maraqlıdır. Yəni hər şey bir dəfə də görəndə, yəni əvvəl hər kəs birinci samolyota qalxanda yerdən nönür. Hərə görsən ki, bircə mən samolyota minəndə birinci dəfə mənim qulaqlarım batdı. Samolyot ki yerdən qalxırdı, qulaqlarım. Təxmin neçə yaşın var idi? Evliydin? Evli, təbii ki, mən evli olmamışdan qabaq mən Azərbaycanın 1-2 rayonundan başqa heç hara çıxmamışam. Mən institut oxumuşam və salam. Neçə yaşın olar təxminən? Təxminən 23 yaşında biz evləndik, 25, 26, 27 belə. Məhəmməd dayı da balaca idi. Tək çıxmışdınız? Yox, ikimiz. Biz hər zaman ikimiz idik da kimi. Uşaq aparmamışdım axı. Gəzintidə necə gedir ikiniz? Məsələn, hansı xasiyyətiniz uyuşur, hansı uyuşmur? Çünki yoldaşı çox vacib məsələdir. Babanın evdə nə qədər minus xasiyyətləri varsa, evdən çıxanda çox gözəl yolçuluğu var. Çox gözəl. Heç nəyə qarışmır, heç nəyə də mane olmur. Alışva qarışmır, verişvə qarışmır. Gedək bura gedək, gəzək, yataq, duraq. Heç yox. Məsələn, mağazin gəzəndə çox vaxt oturur. Yox, mağazinə mən məsələn çox sevirəm mağazinləri, shopping eləməyi. O yorulursa bir yerdə oturur. Adində bir şeydən danışım. O vaxtda Moskvanın Qum deyilən bir mağazini vardı. O böyük mağazin demək, böyük bir univermağı vardı, ucu bucağı görsənməyən. O məsələn yorulurdu, 1-2 dəfə, 3 dəfə Moskvada olmuşuq da. Girəcəkdə otururdu, bir taxta stuldan, bir şeydən tapıb otururdu. Mən gedirdim, böyük oçretlər olurdu orada, növbələr olurdu. Gedib alırdım bir şeyi, gətirirdim, onda da hamı üçün alırdım da, mən özüm bilirsən. Onda nəvəzat yoxdur, uşaqlar. Bacıma, qardaşıma, o hədiyyə, özümə, uşaqlarıma alıb gətirib yığırdım yanına oçretlərdən. Bir dəfə də olsun demir ki, da yorulduq, gəl çıxaq gedək. Sabah eləyərsən, yox. Nə qədər pul xərclədim, bir kəlmə deməzdi. Mən də öz yorğanıma görə ayağımı uzadırdım da, bəyəmində borca zədə düşmürdük ki, nə lazım idi, onu eləyirdik. Yəni çölçülüyü çox gözəldir. Səyahət nədir sənin üçün? Niyə səyahət edirsən? Səyahət mənim üçün hər şeydir. Səyahətdə dincəlirəm, gəzirəm, alıram, verirəm, hər şeyi yadımdan çıxardıram. Səyahət mənim üçün budur. Yeni şeylər görmək, yeni ölkələr gəzmək. Səyahət durum. Bugünə qədər yadımda qalan 42-43 ölkə gəzmişəm. Dəfələrlə mən nənəmə demişəm ki, say da bunu saydım, yazdım Nigar, yazdım. Sayıb amma yenə məncə dəqiq deyil. Çünki 2-3 ölkə soruşdum, heç o yazmayıbmış o siyahıya, amma olur. Sən deyən tam yadımdan çıxardıb, heç gözümü xəyalıma da gətirə bilmirəm. Mən bu illərim... Məndə 37-dir səhv eləmirəmsə. Sən indi gəncsən də, mən onu da deyim axı, biz o vaxtı Rusiyadan başqa heç ara çıxa bilməzdik. Amma bütün SSR-ən gəzmişdiniz? Yox, bütün deməyək də, əsas respublikaların hamısını gəzmişdim, respublika. Amma bir şəhəri görmək... Estoniya filan getmişdik? Getmişdim. Estoniya, Latviya, Litviya, hamısını getmişdik. Amma yenə getdik. Yəni artıq o ayrılandan sonra Özbəkistana getmişik, ayrılandan sonra Ukraynaya getmişik, ayrılandan sonra ümumiyyətlə çox gəzmişik. Səni bugünə qədər ən şoka salan hansı ölkə, şəhər olub? Ki, çox təəccüblü, çox fərqli gəlib ora. Hong Kong? Hong Kong, sonra Singapur. Nə idi məsələn sənə fərqli gələn? Fərqli gələn onlarda tamamilə qayda qanunları idi, onların fərqli idi. Adama xoş gəlirdi. Çox xoş gəlirdi. Çox qayda qanunlu ölkələrdi Hong Kongda. Başqa? O düz Kitayın bir, necə deyək, şimal tərəfdə olan bir ölkəsidir. Ölkə deməyək. Muxtar respublika kimidir. Muxtar kimidir. Onların konstitusiyası da ayrıdır. Pulları da ayrıdır. Pulları da tamamilə təmizlik, gözəllikləri,
Hələ onda hündür mərtəbəli binalara baxanda orada gözün qaralır və insanların yaşayış tərzləri çox gözəldir. Sinqapurun orada bir gəzməli yeri var idi. Sinqapurun necə başlayıb Sinqapur bir dövlət kimi düzəlməyini, onlar maket kimi onu eləmişlər. Onun xüsusi bir dənə Gedinəz adına da getmədi. Biz özümüz getdik. Bilirdik kanatla keçirdin o tərəfə. Elə gözəl, elə necə başlayıb o cəngəlliklərin içində onlar necə oranı düzəldiblər, necə gəlib bugünkü günə çatdıblar. Çox dəhşət bir şeydir. Heç bəyənmədiyin şəhər? Heç bəyənmədin ki, burada nə işimiz var burada dediyin? Qahirə. Bu yaxında elə onu danışırdı. Qahirə. Misir çox çirklidir. Misirə belə özdə gedəndə də samolyotunuz çox yellənib. Çox yellənmə yox. Hə, Şərm-el-Şeyxdən Mamonla getmişdim də. Şərm-el-Şeyxdən Qahirəyə gedəndə köhnə elə bil ki, o vaxtı Kukriznik deyirdilər, bir samolyotlar var idi. Ona oxşayan bir şeydi. Yellənə. Çox da hündürdən də uçmurdu. Samolyot özü köhnə idi deyənə getdi. Çirkab. Məsələn, kimsə tarixdir bu ehramları görmək. Nə var idi ki orada? Heç nə yox idi. Hə, bir dənə piramidalar da orada yığılıb, üstü də yoxdur, baxırsan. Yəni göz oxşayan heç nə yoxdur. Çirkli bir şəhər. Hara bəs çox istəyirsən indi getmək bundan sonra? Planında var. Planında, arzunda? Arzularımda var, planımda yoxdur. Planımda çünki gördüyüm yerləri mənim üçün onlar yekinəsək bir şey olur. Artıq görmüşəm. Hə, Braziliya görmək istəyirəm. Braziliya, mən də. Mən balayına istəyirdim, əli istəmədi Braziliyaya. Braziliyanı görmək istəyirəm. Onların o festivalları var. 20, Bax, orada 25 saatlıq uçuş. Olsun da. Ya Amerikada get, oradan get də, onda 25 saat olmayacaq. Elə olacaqdı, yenə də uzaqdır. Hə, olsun da. Yəni biz Amerikaya uçanda heç mən bir əziyyət çəkmədim. Hər kəsə də mən indi onu danışacağam. Mən səndən hər kəsə də məsləhət görərdim ki, çünki biz məsələn Yaponiyaya uçanda biz elə onu danışacaqdım. Moskvadan uçduq. Amma hamıya məsləhət görərdim ki, Qətər hava yolları ilə uçsunlar. Hə, Qətər hava yolları. Çox gözəldir. Çox xidmətləri gözəl, samolyotları gözəl, özü rahat hiss edirsən. Qoyun orasını mən danışım görüm yadındadır yoxsa yox, şeyə uçuruq. Moskvaya, Moskvadan da Tokyoya bir yerdə uçuruq. Deməli, dayım qızıdır, mənəm bir sıradayıq. Bizdən bir öndə nənəmdir, babamla oturub. Nənə ilə mən belə arxa-arxayayıq. Mən də yolda çox rahat yatan adamam. Yadıma düşür. Hə, sən həmişə, hə. Çox, yəni mənim elə uçuşum olub ki, 3 saatlıq uçuşdu. Mən oturan kimi yatmışam və gözümü açmışam ki, nə əcəb samolyot uçmur. Sən demə düşmüşük, çatmışıq. Hamı durur. Xoşbəxt adamsan da. Çox rahat. Hə, elə bu sözündən bağlı. Nəysə, təsəvvür eləyin ki, mən nənəyəm burada. Yol boyu 11 saatlıq uçuş idi. Amma yol boyu nə qədər yemək, marojna, nələr gətirirlərdi da. Az qala hər 1 saatdan birindən şirniyyat və s. Nənəm indi yuxu tutmur, ayağının altına bir şey istədi, hündür, durur belə. Qaydasan mənə. Hər dəfə vurur ki, bəxtəvər nətər rahat yatır. Mən diksinib oyanıram. Nəysə, bir təzə-təzədən yuxuya gedirəm. Qaydır, indi o sözdə elə də deyəcəm, baxarıq biblimə. İtin balası necə rahat deyir, vurur bir də dizimə, oyanır. Yadıma gəlmir. İstəyirəm danışasınız, istəyirəm nəsə bir maraqlanasınız bir şey. Bəlkə bir 5 dəfə, 6 dəfə məni elə oyatdı ki, əsəblər nətər sakit gedir. Sən maşallah, ayaqüstü yolu gedəndə də ayaqüstü də yata bilərsən. O yuxu, o mən oyadılmaq. O yuxudan həsrətini çəkirsən. Ondan sonra da nənə ilə gəzməyə getmədin, elə oldu. Yaponiyadan sonra 6 ay əvvəl Milana getmədik. O heç də, hə. Niyə? Heç o heç də. Hələ gedəcəyik də niyə getmirik? Allah qoysa. Yox, gedər, niyə getmirik? Hələ bizim bir yerdə planımız var. İndi deməyim, mən planlarımı əvvəlcə deməyi sevmirəm ona görə. Mən deyirəm, mənim üçün problem də olmur. Yox, mən çox da xoşlamıram. Bəs yaxşı, səyahətdə başa gələn ən gülməli hekayə. Biri şey yadımdadır. Mən gülməli deyil indi bəlkə qorxmaqda, pasport ayrı yox. Dayımı itirməyin. Şayqı. Moskvada, Allah, o gün Allah ömrümə yazmasın. Qumda, yenə də dedim, qumda, ayaqqabılar... Neçə yaşı var dayımın? 3 yaşı, 4 yaşın içində idi. 4 yaşı? 4 yaşın içində idi, 5 yaşı yox idi. 4 yaşı ayla ola bilməz, 4 yaşa qutaran. Amma getmişik qumda, alverləri almışam gənə. Bir dənəsində 3 dənə ayaqqabıdır, belim bağlamışam üst-üstə, nəniyə, özümə, bir də bacıma, bir Gülzar xala üçün. Bunu bunun əlində, bu yanda servizlər də almışam babanın əlində, özümdə də bilmirəm nədir. Metroya gedirik. Uşaqla mən girdik, yox, uşaqla gəldik, çatdıq şeyə,
Elə bil ki, Qatara çatanda çayığı itələdim. Götür, dala baxdım ki, babaya ki, bu baba da gəlsin. Baba qalsın da, dölüb baxın kimi qapılar bağlandı. Qapılar bağlanan kimi o momentinə girmiş. Bircə onu şeylədim ki, o qapını kimi üçün belə elədim barmağımla ki, birinci astanovkada düş. Amma bir şeydən ürəyim sakit idi ki, mən həmişə uşaqlarla gedəndə qaldığımız yerin, otelin adresini yazıb və ad familiyamızı, o vaxtı telefon zatı yox idi, əl telefonlar. Onun ciblərində var idi. Həmişə də deyirdim ki, biz məndən ayrı düşsüz, bax bunu kiməsə görsədərsiniz, polislərə görsədərsiniz. Əsas bu idi. Ürəyim burada gəldi ki, orada ürəyim partlamadı, böyük bir şey idi. Baba gəldi, baxdı, belə baxdı, dedi, o uşaq etsə səni öldürəcəm burada. İndi qatarlar da gəlir, ağlıma gəlmir ki, onların bizimki kimi deyil də, orada stansiyalar çoxdur, biri liniya dəyişə bilər, nə eləyə bilər. Amma ürəyimdə elə o qaldı ki, birinci astanovkada düşəcək. İndi yeni qatar gəldi, baxmırıq bu hara gedir, necə gedir, əvvəlki də hara gedirdi bilmirik. Yetişir, o vaxtda Moskvada kartanı satırdılar küçədə, şəkil bugünkü kimi. Bugünkü gündə də, bugün müasir dünyasında da dünyanın ən çətin metrolardan ilk 3-dədir Moskva metrosu. Hələ də çox çətindir. O karta əlimdə, biz də onları gedirik, yəni gəzirik də bütün gün əzər. O vaxt ən gözəl otel Kastinsa deyirlər, otel demirdilər, Rasiya idi. Biz də orada qalırdıq. Qumda, ora yaxın bir yerdədir. Detskemir idi, qum idi. Onlar yaxın bir yerdə idilər. İndi ora çatınca hardasa bir 6-7 dəqiqə kimi belə stansiyadan stansiyaya düşəndə baxdım o yana, baxdım bu yana, uşaq yoxdur. O momentdə mənim ürəyim partlamadısa böyük şeydir. Ana ürəyi tamam başqa bir şeydir də. Qışqırdım, Şaiq. Baxıram, orada uşaq yoxdur. Şaiq nətər qışqırdımsa, uşaq da oradan bir qışqırır. Mama, elə bildim ki, dünyada bir qaranlıqdan bir günəş doğdu üstümə. O bir maraqlı hadisə. Birində də babamla biz Romaya getmişik. İlk dəfə, İtaliyaya ilk dəfə gedirik. Bir dostlarımızda, bir ailə ilə biz getmişik ikimiz. Orada da bizdə heç nə, o qadın nəfsi deyən bir şey var da. Mallar alanda ki, oradan onun faizini gətirirsən. Taksifri. Bizdə xeyli mallar, çamadanlar doluda, həmişəki kimi sən ki, bunları görmüsən. Özümdən başqa hamı, bütün nəvə, nəticə, orada kim varsa hamı üçün alınmalı idi. Gəldim orada taksifri, Romadan oturmuşuq, hansı ölkəyə gedirik bilmirəm. Gəlirik, artıq orada alandan sonra keçir. Dostlarımız keçib, arxasıca biz keçib, pasportlar yoxdur. Nə mənim pasportum var, bütün çamadanları tökürür, neynir, onları da xahiş elədik, siz gedin də minin samolyota indi. Ani bir fikirləşdim ki, mənim artıq pulum qalıb, param qalıb da, mən qalsam burada pasport etsə, ani fikirləşirəm elə. Səfirliyə müraciət eləyərəm, bizə buraxarlar, belə filan. Axtarıram, tökürəm. Onlar da döndülər, qayıtdılar bizə tərəf ki, artıq qoyub getməsinlər bizi. Bütün çamadanları tökürəm ki, mən orada qoydum. Mən ora gəlmişəm. Özdə siz elə anlarda bir-birinizə də şey eləyirsiniz, günah atırsınız. Səndə də günah, məndən də. Yox, günah axtarmaq yeri deyil. Baba qışqırır başıma. Mən orada günah axtarmıram. Çünki mən həmişə doğru sözümdür. Çünki yox, qıraqda eləyərəm, sonra xətrimə dərək olmur, eləmirəm də. Öz xətrimə də eləmirəm. Baba bunu dağıdıb tökürəm, çamadanlarda yox. Deyir ki, axı indi sən orada pasportu çıxartdın, onlarla verdilər, sən oradan pulları aldın. Deyirəm, aldım, sumkanı boşaldıram, çamadanlar, orada çamadanlara baxdılar ancaq. Çünki çamadanda veş çox idi, ona görə baxdılar ki, doğrudan da bu taksifürü bunlar alınıbmı, yoxsa belə. Bunlar dedim, heç gedin radiyondan bir dənə elan verin. Gördüm, radiyondan elanlar gedir. Gedin orada dedim, radiyondan bir elan verin. Pasport kimə lazımdır ki? Əgər kiməsə tapıblar, orada qoyub gəlmişiz. Getdi oralara da baxdıq, yoxdur. Gedin, baxın, görün, orada varsa bir elanla verin, gəlin. Getdilər, biriz gedir. Artıq da məni elə bir itki mitəndə, mən həmişə tər basır başımla. Elə bir ki, gözümdən su axır da. Bir vaxt gördüm, oradan gülə-gülə gəlir. Dedim, hardan tapdınız? Orada yanımızda da müəllim də adım deyir, Vahid müəllim bir cibimə bax da bəlkə. Mən ömrümdə heç pasport götürmüşəm, həmişə o qoyur sumkasına. Nə cibimə baxacam? Gediblər əlin cibinə salanda görər 2 dənə pasport ikisidir. Gəldim indi fikirləşdim babanı nə edərəm. Hirsimdən ancaq ağladım. Ancaq ağladım da orada adamlar baxır. Evdə olsaydım bilərdim də nə edərdim. Belə maraqlı hadisələrimiz olub. Çox olub maraqlı hadisələr. Səndən sonra mənim də İstanbul aeroportundayıq. Deməli,
Nəsə oturmuşuq. Özdə yadında mən çox alıb gətirmişdim. Hə, Yadıma gəlir. yadımda. Mən Burger King idimi, McDonald's hansısa bir şey idi də, fast food restoranı idi. Alıb belə gətirmişəm. 50 evro çatmadı buna. Gəldilər 50 evro da aldılar. İndi oturun yeyin. Vahiddir budur. Yox, Cavid, mənim bir dayım oğlu vardı, onun sağlamlığı ilə bağlı var idi. Mənim bir dayım oğlu var, onun sağlamlığı ilə bağlı gedirdi. O üçümüz elə. Sən, mən, Cavid. Nəysə o da balacadır. O mənim 6 yaşı, 5 yaşı zad o. 5 yaşına, 7 yaşına can aparmışam. Hə, yəni elə o yaş civarlarında olar. Nəysə bir də yediyimiz yerdə gördüyünüz yemir. Birdən nənə qayıdıb saatına baxdı ki, gecikdik. İndi necə şey eləyir? Mən ay nənə, bəsdi nənə. Nənə bilim nə, yığın getdi. İndi nətər qaçırıq? Mən deyirəm, ay nənə, gəl görüm, mənə lazımdır. Yaşlı vaxtımda mən uşağı gətirirəm bura. Uşaq bağça, bir də gətirməyəcəm. Mən yenə hələ qaçırıq da, amma necə qaç? Gecikdi, bizi götürməyəcəklər. Nə edəcəyəm mən? Ay nənə, axır səni sağlam. Nənə, sən saadın Bakı saadadır. Biz gecikməmişik. Ondan sonra hə yerdiniz də yeməyi də bizdə qoydun ki. Əli bunlar gediblər bir böyük bir padnosla bir yemək alıb gətiriblər. Deyirəm bunların gözləri bunların doymur. Nə qədər deməli 50 evro vermişəm bunlara. 50 evronun yəni, düşün Türkiyə köhnə vaxtlarında. Köhnə ucuzluq hər şeydə. Və bu gəldi bir dənə çatmır. Götürdüm başqa da pulum yoxdur. Bir 50 evro da verdim. Vallahi yığıblar bu qədər. Deyirəm yeyin də gözünüz doymayacaq sizin. Qoyun da bunu gözləriniz üstü. Bu qədər şey yemək olar. Başqa nə olur? Oğurluq falan başınıza gəlib? Yox, niyə? İtirmək? İtirmək dedim elə bir pasportumuz. iPad-inizi itirmişdiniz. iPad-ım elə indi də 2 dəfə vermişəm. Birində gətirdilər, verdilər, birində elə qoydum qaldı orada. Yatanda mən iPad-ə baxıb başımın altına qoyuram deyənə, durub gələndə ikisi başıma biri Hong Kongda olmuş, Singapurda gətirdilər, verdilər. Necə verdilər? Heç nə zəng elədi, yerin dedim, otağın nömrəsini, yerin dedim və oradan adam gəlirdi. 200 evro məndən aldı, onu gətirdi. Bir Rus kişi idi. Ora biz özümüz də gedib götürüb gələrdik. Çünki oradan Makao'da olmuşdu. Singapurda dördü, Hong Kongda idi səhvdarım. Hə, Makao'ya getdi. Çox gözəl bir şəhərdir, çox gəzməli bir yerdir. Kitaylar pullarını paralanır, qazanırlar və orada gəlib kefə xərcləyirlər. Kefə xərcləyirlər orada kazinolarda. Çox gözəl kazino. Gecə gəzəsən oranı. Çox arzulayaram siz gedəsiz ora. Gecə gəzəsiz. Gecə gəzəndə ora dəhşətdir. Gündüz də gözəldir. Gecə ümumiyyətlə o işıqlar, o şeylər necə görsənir, necə yaraşıqlı görsənir. Gəzir bir saat, gecə 4-ə 5-ə kimi gəzdik. iPad-i danışırdın. Hə, iPad qalıb patuşkanın altında. Durdum, yığışdırdım beşimizin, yadıma düşmür. Qoydum, gəldim. Gəldi, onu gətirdilər, verdilər. Ondan başqa da bir ölkə də yenə də patuşkanın altında qalmışdı. Artıq istəmədim. Dedim, dayım, itib də belə itməyə lazım imiş, itib. Başqa bir şey heç vaxtı. Nə samolyota gecikmə telefonumu oğurlayıblar. Samolyota gecikmə deyəndə ki, mən nənəm aeroporta uçuşdan 6 saat əvvəl gedib. Yalan danışma, 6 saat əvvəl gedib deyil. Yalan danışma. Mən 3 saat elə uçuşa qalmış, mütləq orada olmalıyam. Biz axırıncı səyahətdə Əli ilə deməli Parisdən uçmalıyıq İstanbula. Uçuşa 20 dəqiqə qalmış aeroporta çatdıq. Təsəvvür. Heç belə birdən ağlımızdan çıxdı. Ucu yolda Əli yeni biletlərə baxırdı. Necə mən dilimlə yalvara. Sən onda bağlanır axı. Yox, belə hər şey keçirdilər də. Məsələn, böyük sıra var, çox böyük. Dedi, bəs belə onlar keçin. Hər yerə prosta keçə. İnsanlığını gətirdi, keçə bildik. Amma yəni gecikmə falan heç nə yox idi. Çox da yəni planımıza görə 2 saat əvvəl olmaq vardı. Məsələn, gəzdiyimiz ölkələrin içində heç kimə məsləhət bilmərəm Malayziyaya getməyi. Malaiziya niyə? Deyəcəm indi. Hong Kongu gəz, gözəllik, qəşəng, hər şey, düz qanunlar gözəl. İstəyirsəniz orada pulun düşsə yerə, onu gətirəcəklər, harda olursa səni tapıb verəcəklər. Ümumiyyətlə mağazınlar zaten. Elə bir ki, kommunizm deyilən bir şey varsa oradadır. Oradan 12 kilometr qıraqda Malaiziyadır. Malaiziyanın nə şəhəri var? Müsəlman ölkəsi. Malaiziyanınki Kuala Lumpur. Hə. Girən kimi əvvəla xoşuma gəlmədi. Şəhər özü xoşum. Hər yer çirkab, müsəlman ölkəsidir. Oradan bizə keçəndə dedilər ki, Hong Kongda nə istəyirsiniz eləyin, sunkoz açıq olsun, nə olsun, amma o ölkəyə qədəm basandan sonra
ehtiyatlı olun. Oğurluqlar baş alıb gedir. Yəni orada bizə tapşırıq verdilər. Qrupa ilə getmişik. Orada ancaq yadda qalan bir Pişerə Batu var. Bir 300 dənə pləkanla qalxırsan yuxarı. Pişerə Batu böyük bir dənə o Batunun heykəli var. Bəzi adamlar onu qızıla oxşadılar, amma qızıldan deyil, qızıl rəngdədir. Hardasa 6-7 metrə hündürlüyündə bir böyük bir heykəl. Budda yox da Batu. Yox, Batu elə yerin adıdır. Pişerə Mağara. Mağara, Pişerə Mağara deməkdir. Nigar bir deyirəm də neçədən 300 pləkan zat belə dik qalxırsan. Getdim o pləkanları nənə. Neçə yaşında? Bir 6-7 il bundan qabağın söhbətidir də. Axırıncı gəzdiyimiz o şeylərdən biridir. Qalxırsan, meymunlar, o makakalar sənin yanında, ayağının altındadır. Belə ki. Babaya dedim ki, su götür mənim üçün aşağıdan. Su götürüb əlində. Bu da suda şirin kimi fasan onların sularıdır. İçməli qazsız su. Elə babaya əlini dedim ki, mənim suyumu çıxart. Sumka babanın əlindədir. Sumka onu ver mənə suyu. Baba elə əlini atıb suyu çıxartmışdı ki, meymun aldı babanın əlindən, o makakanın biri. Aldı o üzün ağzını idi, neynədik? Nə qədər onlar bicdilər. Altın dişlədi, deşdi onun altın, ağzını aça bilmədi. Şimdi altın onu dişlədi, içdi, suyun baxıram. Mən də baxırım ona diqqətlə də. İçdi o suyu axıra qədər, baxdı, atmadı onu. Verdi babanın əlinə, qaçdı getdi. Baxdım ki, bu su indi buradan bizərdə, bax o qədər maraqlıdır. Çox qalxırsan 300-dən, o Pişeranın girəcəyini görürsən. Bəli, ondan sonra onun içindən bir dənə də Pişera gedir harasa. Artıq baba ora getdi, mən onlardan oyananı bilmədim o necə oldu. Çox gözəl bir yerdir, dumanın içindəydi. Ondan bu sonra arada, duman, hər yerdən dumanla qaldı. Bir oranı günəşlə gördük. Gəldi bir Pişera da var idi ora baxmağa. Onun adını bilmədim çünki aşağıda mən durdum və getmədim. Şəhər əhalisi də elə malaylardı da orada. Müsəlman da güya, nə bilim, müsəlman ölkələrində elə biraz belə şeylər çox olur çünki baxırsan, bax Misirin özündə olsun. Dubaya əvvəl ilk gedişimizdə, Dubaya ilk gedişimizdə. Neçənci il? Nigar, yadımda qalmaz, çoxdur. Mən var idim, yox idi, məsələn, onunla müqayisə edək. Sən var idin deyəsən, yoxsa bilmirəm. Yox, 93-də getmişəm birinci. 91-də, 93-cü ildə ora getdik birinci dəfə, onda hələ babaya icazə verilmirdi də, polis deyildi, elə belə demədi, getdik, baba qalxdı, şeydə, belə suardı. Ona görə babanı tuturlar da bu videodan sonra. Hə, yox, getdik ora tutur, getdik oranı. Nə idi Dubay onda, Nigar? Bütün alıb, iki dənə yaxşı mağazinləri var idi, elektronika zat bizdə elə yox idi, Sovetin vaxtı idi də, təzə-təzə dağılan kimi, dağılmışdı, yox, təzə-təzə dağılmışdı, yəni kapitalizm tam bərpa olunmamışdı. Ora gedəndə biz, elə bir ki, baxdım, hamısı Pakistanlılar, Hindistanlılar, bir də Filippinlilər. Hamısı sərələniblər orada küçənin ortasında, alverlər küçənin ortasında. Hə, elektronika mağazinlər vardı, bir də parça mağazinlər. Əyinbaş, indiki mollar, zatlar, elə bir şeylər yox idi. Bir dənəsi var idi, böyük. Baxırdım belə, nə ilə gedirdim, baba çox bir dediyim ki, şəhərlərdə mən şopinqə gedəndə baba çox vaxt oteldən çıxmır. Qalır otelə, mən tək gedirdim. Lap ən böyük şəhərlərdə zatda da. Orada telefonla da yox idi, əl telefonlardı. Bizim o qaldığımız otelin adı Rikka idi. Otelin başında indi bizdə bu Təzə bazarın yanındakı o küçədə o iki dənə qoşa bina var. Onun damı elə bilsən belə yumru bir şey. Baxırdım ki, çörək oxşuyur. Onu tuturdum uzaqdan, onunla gəlirdim hardasa əyirik. Bərbad gündə idi. Ondan bir 4 il, 5 il sonra biz Dubaya gedəndə artıq Dubay bugünkü Dubay idi. Nə boyda inkişaf eləmiş şeydi, ölkə oldu. Ola küçədə deyirəm də sərələniblər, hamısı yerdə satırlar, hər şeydə gözlərinin qabağında. Bizimkilər də mamon cehizini oradan almışdım, elektronikləri. Elektronika, bir də pakırvallar, pərdələr, zatlar. Onda bizdə heç nə yox idi başda. Bu arada mən nənəm, yəni bu nənə də baba da 42 dedin, bayaq 42 yadımda 42-dir, hə, amma daha çox olmalıdır. Çünki dediyim kimi də bir neçəsi heç ora yazmamışdı. 42 ölkəni heç ingilis dili bilmədən gəziblər. Bunun sirri nədədir? Çünki niyə bu sualı verməkdə məqsədim nədir? İnsanlar səyahətə çıxanda indi hətta imkanları ola Türkiyəyə gedirlər, Gürcüstan və s. ki bildiyim dil olsun. Mən ingiliscə bilmirəm, orada gedib nə edəcəm? Sən nə edirdin? Necə gedirdin? Nigar, deyim sənə. İngilis dilində orta məktəbdə keçmişikdə biz. Mən ingilis dili, danışıq dili bilmirəm. Amma
o cümlənin içində 5-6 sözü bilirəmsə, mən adamlardan məsəl üçün soruşa bilirəm ki, bu hansı küçədir. Mən adamlardan soruşa bilirəm ki, bunu ucuz verirsən, qiymətini sal aşağı. Əsas məsələ. Hə, əsas məsələ. Və yaxud da biraz xəritədən də başım çıxırsa, bunu xəritə ilə götürüb. İndi telefonlar var da, əvvəl biz gedəndə mobil telefonlar yox idilər. Təsəvvür eləmirəm. Onda adam necə gəzər. Çox gözəl. Azmırsan axı. Hə, birinci getdiyim ölkədə hansı oteldə mən qalıramsa, əvvəl gedəndə o şeylə getmişəm, o xarici dövlətlərin hamısına gedəndə turizm şirkətdən. Qrup yox. individual götürmüşəm. Çünki qrupun mən o gidin dalıcan qaçan halım yoxdur. Bir də qrupda hamının kaprizinə də dözməlisən də. Bəli, biri orada, biri burada. Sevmirəm onu. Ümumiyyətlə qrupla getmişiksə yenə də onlardan ayrılıb biz ayrı gəzmişik. Mən onlarla gəzmək. Çox elə sən deyim ki, bütün muzeyləri gəzirəm. Belə mənə lazım olan şeyləri gözləyirəm. Mən şəhərin özünə baxmaq istəyirəm. Nəinki onun tarixini axtarmaq. Mən orta məktəbdə oxumuram ki, onun tarixini və yaxud da institutda oxumuram ki, onun tarixini. Gözəlliklər görmək istəyirəm. Dili bilmək üçün birinci girəndə onun vizit kartlarını götürürəm. Dünya, o avtobusuna da minirəm, troleybusu varsa troleybusa da, tramvay varsa tramvayına da, bilet alan yerlərimiz indi başqa cür olublar. Qabaq elə orada bileti də şoferdən, sürücüdən ala bilirdin. Belə gəzmişik yəni ki, bir-iki söz bilirəmsə və yaxud da ki, onunla da idarə eləyib gedirəm. Heç çətinlik çəkməmişik. Yenə o bəlkə yadında gəlməz sənin, yadında nədir? Yadına gəlməz bəlkə sənin. Dubaydayıq, taksidə gedirik, nənəmin dil bilməməyi, amma buna baxmayaraq insanlara söz izah eləməyi danışıram. Deməli, taksidə nənə qabaqda oturub, biz arxada üç xanımıq oturmuşuq, gedirik harasa. Nənə başladı şoferdən söhbət eləməyə. Necəsə soruşdu ki, bundan haralısan? O da dedi ki, Pakistanlıyam. Oğlanda nisbətən mən rənglərdə olardı da. Sən rəngdə yox, sən yox, o mənada yox. Və nənəm ondan nisbətən açıq rəngli idi. Yəni Pakistanlılara baxaraq. Və sən ondan ingilis dili bilməyərək qolubu sürtdün və on qoluna sürtdün. İzah eləmək istəyirdin ki, Pakistanlılar qara olur. Sən niyə qara deyilsən? Necəsə izah elədi. Və problem onun izahında deyil. Problem oydu ki, oğlan da başa düşdü və izah elədi ki, nə bilim, anam haralıydı dedi. Onda mən şoka düşdüm ki, hə, bu adam hər yerdə gəzib hər şeyi izah eləyir. Nigar, elə deyil. Sən özü o müəyyən bir çətin situasiyalardan çıxmağı bacarırsansa, sən hər şey eləyə bilərsən. Durub mən onlarla söhbətə girişmirəm ki, mən o dil mənim nəyimə lazımdır ki. İlk balayına getmək, balay deməyim də, söhbət belə pasiv istirahətdən yox. Yəni ilk səyahətə çıxmaq istəyən cütlük hara getsin? Pulunu nəzərə al, gəncdilər, hər şeyi nəzərə alaraq denən. Əgər çox pulu varsa, Avropa ölkələrinə getsinlər. Çox pul nə edirsən? Çox deyəndə onu idarə eləyə bilən bir pulda. Bugün amma yəni ucuz uçuşlar var da, daha rahat. Ucuz uçuşdan başqa, axı gedib qalacağı bir yerdə var. Alıb yeyəcəyi bir yeməkdə var. Əgər gedibsə orada hər şey əlini bükə-bükə gedirsə, çox vacib deyil ki, ora getmək. Görməyibsə, getsin Türkiyəni gəzsin. Türkiyə sənə deyim ki, indi qalxdı da, indi qalxdı. Elə indidən gedir də. İndi mən oxuyuram. Təsəvvür eləyə bilmərsən. Getməyəcək heç kimdə. Təsəvvür, yəni mümkün deyil təsəvvür eləmək. Bilirəm, çox gözəl bilirəm. Baxıram onların Antalya'da qiymətlərinə. Onda nə var idi ki, sənin cibində $50 pulun olsaydı, bir gün axşamacanı Türkiyənin bir şəhəri gəzərdin, demirəm gedib orada alver eləyərdin, shopping eləyərdin, yox. Yeyərdin də, içərdin də, gəzərdin də. Taksi şoferləri də allatmaq olur. Bir dəfə mən Türkiyədə allatmışam. Yadıma gəlir. Hə, danışım. Mənim göz əməliyyatım üçün getmişdik. Leysan yağırdı. Sənin göz əməliyyatı üçün gedəndə, sənin göz əməliyyatı olunub qoydum. Mən orada Cavahir dedim, orada Cavahirə gedim. Molda. Gedim orada AVM yerli onlar ticarət mərkəzinə getdim ora. Qaydanda orada mənə demişdilər ki, şeyin qabağındakı otelin vermək deyə də molun qabağındakı taksilərə min onlar alladırlar. Onlar alladırlar adamları. Mən də fikirləşdim ki, mənim nəyimi alladacaqlar. Oturdum orada taksilər dayanıbdı. Mən başqa yerə gedib yağış da bərk yağır. Həm də səni qoyub getmişdim deyənə çox narahat idim. Gəldim taksiyə, oturdum taksiyə, dedim ki, bəs belə otelə gedirəm, filan otelə var. Gəldik. Taksi saxlayıb yolun bu tərəfində. O bir bicli işlətdi də, otelin içində əgər onları görmüş olsaydılar, nömrələri orada düşəcəkdi kameraya. Nigar, onların pulu ilə də, nədir onların pulları yadımda? Lira. Elə bil 50 liranı vermişəm buna. Deyir ki, pozukdur. Xanım, bu pozukdur. Qaytarıb mənə pozuk. Böyrün bir balaca cırıb orada. Hansı pulu verirəm, pozukdur deyib çəkir qırağa.
Hansı pulu verirəm, deyir pozukdur. İnan Allaha ki, canım boğazıma yığıldı. Dedim, indi səni burada öldürərəm. Nə pozukdur, mən bütün pullarımı cırmışam. Axırı ki, elə bil ki, bir 30-40 liralıq bir yerdə mənə 150 lira nə qədərinə pozukdur deyə bax o pullarımı aldı. Oradan düşəndə əsəbimdən ölürəm, səndən də nigaran idim. Orada şey vardı, sən ona deyəsən 100 verdin, o 10 qaytardı ki, bu pozukdur. Hə, bu pozukdur, hə, belə. O yadımda da danışmağım. Belə, unutmuşam da, amma ki, o pulları demək olar alıb belə cır. Otelin də qabağına aparmayıb, bu yana kənarda saxlayıb. Sonra o oteldə işləyənlər də ki, ona görə onlar dedi, çox şey olurlar. Həmişə deyir ki, orada mənə demişdilər ki, molun qabağında minməyin heç o şeylərə. Onlar xarici vətəndaşları çox alır. Hansı ölkədə ac qalmısınız, heç nə tapanmadınız yeməyə? Ac qalmaq deyəndə bilirəm, siz nəsə aparırsınız zaten, yəni heç nə tapanmadınız yeməyə. Kitayda, Şanxayda. Hə, onların yeməklərini, axır neysə McDonald's tapdıq, yedik. İndi görsədirlər, orada Azərbaycan yeməkləri, Azərbaycan restoranı var, amma mənə rast gəlməmişdi o. Rast gəlmədi bizə. Orada gəzmək üçün, məsələn, gəzmək üçün orada bir gid tutduq biz özümüz. Rus dilli bir xanım. 5 saatına $100 istədi. Getdik. $100 verdik və bizi gəzdirdi. Taksi pulunu da özümüz veririk də. Təbii ki, indi özü maşını yoxdur ki. Taksi pulunu $100 aldı, sağ ol. Elə səyahət olub ki, küsmüsünüz bir-birinizdən, çox da danışdırmamışsınız. Heç biz küsmürük axı niyə? Bir saat, 2 saat. 1 saat, 2 saat yox, olmayıb, yox. Elə yerlərdə mən sakit dururam axı. Sonra bir də məni gətirməz, babanın xasiyyətini bilirsən axı. Bir də məni sonra gətirməz, mən neyniyərəm, gəzmək istəyirəm. Bu dəqiqə gəzmək istəyirəm, sağ salamat baba sağalsın. Gedim həkimdən icazə verəcəksə, gedək, hə. Gedək yenə Karlovaya. Da bilirsən də vizamız var, avqustun 13-də qutarır, iyunda gedək. İnşallah. Hə, gedib 15 gün istirahət eləsə, gəl icazə versələr. Niyə gəzməliyik? Çünki son zamanlar xüsusilə də əvvəl daha bahalı bir şey idi gəzmək, amma bu gün low cost səyahət deyə bir şey var, hansı ki daha ucuz uçuş biletləri və s. Gəzmək, gəl indi biz cütlüyə, ailəyə, insana, hər şeydə fərq yoxdur. Tək gəzir, uşağı ilə gəzir və s. Gəzmək insana nə qatır deyib belə bir verilişi bağlayaq. Gəzmək insana çox şey verir. Çox şey verir. Mən bugünkü gündə bu cürünə qalmışamsa, məni çoxunda gəzməklər saxlayır. Hər şeydən təcrid olursan. Evdən, eşikdən, qohumdan, ağrəbədən, xeyirdən, şərdən gedirsən, özün üçün yaşayırsan. 5-10 manat pulun varsa, artıq pulun varsa, ürəyin istəyəni alırsan. Ürəyin istəyən gözəl günlər görürsən, gözəl şəhərlər gəzirsən. Gəzmək insana nə vermir ki? Evdə oturmaq insana nə verir? İşə getdin, yeknəsərlik. Ged işə, gəl evə, ged işə, gəl evə. Nə qədər göz yorulur hər şeydən. Ruh da yorulur, beyin də yorulur, hamısı yorulur. Yəni, heç olmasa ildə bir dəfə heç olmasa, çox demirəm, bir dəfə 10 gün çıxıb gəzmək dünyanı sənə verir. Gəzmək nəyə lazımdır ki? Gəzən insanlar bilər onun ləzzətini, gəzməyənlər bilmir. Elə mən çıxdım bir şəhəri gəzdim, Bakının bu başından o başına getdim. O gəzməkdirmi? Evdən çıxdım, istirahət elədim, restorana getdim. Yox, dünyanı gəz, imkanın varsa, Allah imkan kəsməsin, hər kəsə versin. Hər kəsə də. İntellekt də artır. Necə artır? Gördüklərindən götürürsənsə artır da. Hər şeydən baxırsan, ən yaxşı şeyləri götürürsən də, pisi götürər insan. Nəyi götürəcək ki? Pisdən. Əgər pis bir şey varsa, sən ondan ibrət götürürsən ki, mən bunu kimi eləsəydim daha gözəl olardı. Bir də səyahət elədəndə səyahət yoldaşın gərək ağıllı olsun. Sərbəst olmasın, çox rahatlıq olsun. Valla, nə istəyirsən o cür hərəkət et. Sən istirahətə gedirsən də, sən gəzməkdə nə eləyirsən ki? İstirahətdir də, o istirahət otub yatıb durmaq deyil ki. Əgər onu sən bacarırsansa, sən özün də ağıllı olmalısan, o da ağıllı olmalı və ondan ləzzət almalısan və bir də arzulamalısan ki, Allah bir də yol verəydi bu yerlərə, bir də gələydi. Hara bir də getmək istərsən, sırf gəzdiklərindən? Gəzdiklərimdən bilmirəm, Nigar, har olsa yenə gedərəm. Yəni gəzdiyimin hamısına gedərəm, o 1-2 dənə ölkə. Malaziyaya getmərəm, Misirə getmərəm. Polşanı bəyənməmişdik səndən. Bəyənmədim. Köhnə Rus şəhərləri kimidir. Varşavanı, hə. Köhnə Rus şəhərini mənə xatırlatdı. Amma yeməyi orada doydum da sən bilirsən. Hə, düzdür. Hə, biraz köhnə, eynən köhnə Rus şəhərləri kimi. Bir də bilsən hara getmək istəyirəm? Peterburqa getmək istəyirəm. Mən onu Leningrad vaxtı görmüşəm. Sakit Moskvadan sonra müharibədən öncə Peterdən Finlandiyaya, Helsinkiyə qatar var idi. Özdə qısa bir vaxtda. İndi müharibə zamanında yığışdırdılar. Baltik dənizinin sahilinə gedəndə sən Finlandiyanı görürsən oradan.
Gəzdiyim şəhərlərin içində ən gözəlləri bilirsən harada, bir də o gəmi yoxşayan otel istəmərəm. Ayda onu da deyim. Deməli Danimarkadayıq. Danimarka neçə yaşdan sonra sən hər şeyi mənə buraxırdın da ki, səyahətləri mən Artıq eləyim sən oxuyanda. Mən universitetdə oxuyanda, yox, magistraturada oxuyanda. Yox, İtaliyadan öncə də mən ondan əvvəl də yadımda kruizi filan hələ onda mən magistraturada onda da mən biz onda sizə buraxmırdım, axı onu özüm gəzdim. Yox, sonra mən girib axtarıb eləm. Amma yox, düz deyirsən, Tokionu mən oxuyurdum. Sən institut oxuyandan sonra sənə həvalə elədi. Rolu mənə verdi. 2 dəfə kruz, 3 dəfə kruzla getmişəm. Yox, onun ikisi bizdən olub. İkisi biri də o şeylərlə, rəhmətli bizim gedən dostlarımızla. Okay, nəysə deməli biz bir səyahət planlayırıq. Eyni gəmiyə təsadüfən ələ düşüb 3 dəfə. Hə. Biz Costa Diadema böyük gəmidir. Deməli biz mən İtaliyada oxuyuram, magistraturada. Nənəgildə mənim yanıma gələcəkdi. Bu arada yadında sizə süfrə açmışdım, ləvəngi düzəltmişdim. O günü qoymuşdun təzədən onu. Yox, o Facebook bir müddətdən bir axı özü xatırladır. Qoymuşdu. Baxdım deyirəm, ay bu Nigarın köhnə süfrəsi. İlk ilimdə belə ləvəngə eləmişdim, nə bilim, şahplov bişirmişdim. Hələ babə üçün bir içki də alıb qoymuşdum. Nasıl ki standart tapmışdı. Nəysə, deməli nənə dedi ki, gəlmişkən elə bir plan qur ki, bir neçə ölkədə gəzər. Mən də biraz belə tələbə beyni ki, həm də çox da baha getməsin, nənəgilin çox pul getməsin. Ölkələr arasında biri də Danimarka idi. Çox bahalı şəhərdir. Skandinaviyanın hamısına gəzdik. Bahadır. Hə. Kopenhagen inanılmaz bahalı şəhər idi. Otel orada axtaranda bir dənə kabin otel adlı, yəni gəmi konseptində bir oteldir. Otaqlarını gəmi konsept. Özü bahalı otel idi, ucuz otel idi. Çox ödəniş olmuşdu. Yəni hardasa gecəsi elə 500 evro, 300 evro civarı idi bir gecəsi. Biz də orada 2 gecə, 3 gecə kimi qalmışdıq, yadımdadır. Nəysə, otaq o qədər balaca idi ki, doğrudan da gəmi kabini boydaydı. Kayotya kimi bir şeydi də. Çox balaca, hamamı çox balaca. Hamam yox idi, pərdə kəsirdi. Girsənsə dönə bilmərsən, çıxmalısan, arxaya girməlisən. Yəni çəki olaraq da nənə məndən biraz çox lap əsəbləşirdi. Mən onda çox daha arıq idim da. Nəysə, elə bir ki, nənəgilin yatağıdır, üstünə də mənim yatağım açılıb bağlanırdı, yadıma gəlir. Plakanla çıxırdın yatağa, plakanla çıxırdın. Özdə yataq bu, elə bir ki, yatağın üstündən çıxırsan plakanla ora. Hə, yəni, məsələn, baba oturubsa kravatdadırsa, doğrudan çox balacaydı. Nəysə, nənə indi orada, məsələn, nənəmgil heç o balaca çamadanla gəzməz. 2 az qala böyük çamadanla belə. İndi çamadanı açıb, ay Allah, adam öləndə də adamın yeri geniş olsun. Bu cümləni nə qədər deyil. Ürəyim partlayırdı da. Ay Allah, ürəyim partladı. Mən də doğrudan da quş kimi qonmuşam yuxarı. Oradan baxıram, nənə yaxşı deyir. Bir də mənə belə otel tutmadı. Gəlir gedir. Ay Allah, adam öləndə də gənə yeri geniş olsun. Tabutdayam elə bir deyil. Ürəyim partladı da. Baba da yeri rahatladı qıraqda, mən qaldım. Və baba elə dedi ki, otaq o qədər balacadır ki, kravatın o hissəsinə gedən adam oradan çıxa bilmir. Təzədən bu tərəfdən çıxmalı belə fırlanır. Yəni nənə orada belə bir panika. Kopenhagen kimi gözəl bir şəhər gözümdə bir köpüklük olmadı otelə görə. Bilirdi, gedirdi, gəzirdi Nigar. Qaydanda dedim, gənə otelə gedirdim. Mən ürəyim partlayır ki, ora gedib girməyə. Nə də dəyişmək mümkünatı da olmadı orada. Hə, yəni o yadıma gəlir. Olur da səyahətlərin olur da. Birini də danışacağam, onu filtr eləyərək danışacağam. Elə Danimarkadadır, yadında. Hə, demə, onu danış. O düşəndə idi. Bu göz dorasını kəsəcəm, mən başdan danışıram. Nəysə, yenə elə həmin Kopenhagendəyik. Nəysə, mən yol boyu nənəyə zarafat eləyirəm, amma doğrudan mən şarfımı itirmişdi. Elə də o şarfı alınıb verilməyib mənə, nəysə. Özüm almışdım da. Mən şarfım itdi və nənəyə görə itdi. Nəysə, bütün yol boyu da mən onu dedim. Axır nənə əsəbləşdi, bir dənə vulqar söz çıxartdı ağzından. Düşəndə belə ailədə tez-tez dediyimiz belə düşən anda sən demə aeroportda işləyən adam trapın qabağında durur. Düzsən, o plakanın qarşısında işləyən insanlardan biri Azərbaycanlıymış. Qayda sanki nənənin dediyi söz də belə də, yəni çox da yaxşı söz deyildi. Yavaş xanım, yavaş düşün. Nənəm qayda. Yox, yıxılarsan yavaş. Yıxılarsan xanım, yavaş düşün. Nənə də belə şeylə. Bu ay qardaş, sən burada nə işin var? Yox, elə demədim. Elə dedi. Yox. Gözlə. Bu ay qardaş nə tərsən? Qardaş nə tərsən? Başqa yer tapmadın, işləməyən. Ayda, o çox gülmüşdü. Qəribə idi də. Deyirəm, qardaş, utandığımdan bilmədim nə demək. Qardaş, nə tərsən, yavaş sən. Deyirəm, qardaş, sən sənin vəzifəndən qalasan.
Başqa birində də şeydə də birdən başımıza gəlmişdi. Sən orada yox idin. Gecə çıxdıq gəzməyə. Deyəsən hardaydı ay Allah? Hollandiyadan. Bazar günü çıxıb sizinlə getmədi. O Benelux gedəndə yanımızdakı yenə dostlarla gəzirik. Qadınlarla girdik. Bir lazımsız mağazinə getdik, çıxdıq. Oradan baxdım, ora baxdım. Qız çıxdı. Mən də baxdım ki, dəyişik salmışam. Amsterdamda. Dəyişik saldım düşəm dedim. Baxan belə demə türk oğlandı. Bildim. Abla qorxdun mu? Dedim səni oradan bura dedim nıqqana gəlmisən. Sən burada işləməyə gəlmisən. Allah başı batırsın dedim çıxdım çölə. Olur da səyahətlərdə elə şeylər Səyahətlərdə. Məncə səyahətlə bağlı bir dənə də qəşəng veriliş eləmək olar. Çoxlu xatirələrlə bağlı danışmaq çox var. Çünki adam mən də yadıma çox gəlir. 41 dəqiqədir sırf bunu danışırıq. Yəqin kəsməyinə. Kəsəcəsiz də orasını. Çox sağ olun qulaq asdığınız üçün. Çoxlu gəzin. Təşəkkür edirəm hamınıza. Tək hər kəs gözəl gəzsin. Darıxmışdım sizin üçün. Görmək istəyirdim, oxumaq istəyirdim. Nə rəylər varsa, nənə bir-bir oxuyur. oxuyur hamısını. Hamısını oxuyuram. Özü də deyim ki, sənə hər gün baxıram, görüm əlavə bir yenə komment varmı? Baxmıram. Xoşum gəlir. Tək hər kəs gözəl Amma gəzsin. bir deyim sizə ki, əgər bir səhvlərimiz varsa, onu da deyin kommentdən. Deyin, desinlər, nə istəyirlərsə desinlər. Hələlik özünüzə yaxşı baxın. Növbəti nə veriliş, nə mövzu maraqlı olsa yazın. Bəlkə oradan da bir ideya çıxar. Allah kərimdir. Allah ömür verərsə gələrik inşallah. İnşallah. Hələlik.